Demək ki, insana pislik eləmək düşmür. İnsan pislik eləməməlidir. Eləyirsə yaxşılıq eləməlidir. Mövzumuz biraz ağırlaşır. Kəmalə xanım cadudan danışırsınız. Biraz qorxuludur. Sözü belə insana vahiməli gəlir, amma Qorxulu bir şey deyil əslində. qorxulu deyil. Bəlkə biz inanmasaq o bizə təsir eləməz. Yox. Bax buna da toxunmaq Mütləq istəyirəm. təsir eləyir. Bir cadu nədir? Cadu hər hansı bir varlığın onun birləşməsi deməkdir. Yəni əgər o məclisdə 100 nəfərsinizsə, varlıqlarla bir yerdə 200-300 nəfərsiniz. İnsanlar öz istəklərini Allah buraxmalıdır. Bəlkə mən o Porsche-da özümü xoşbəxt hiss eləməyəcəm. Bəlkə də olur da. Bəlkə mənə məsəl üçün velosiped verəcək, amma o qədər mənə bir xoşbəxtlik verəcək o velosipeddə ki, mən deyəcəm ki, nə yaxşı o Porsche mənim həyatımda olmadı. İnsanın frekansı qalxandan sonra o il yarıma etdiyin duanı artıq 2 günə eləyirsən. Bax, o pilləyə çatmaq üçün sən o il yarımdan keçməlisən. Salam, xoş gördük sizi. Kəmalə xanım, necəsiz? Sağ olun, mən də sizi xoş gördük. Çox sağ olun ki, yenidən dəvət eləmisiniz. Əminəm ki, bu gün də çox möhtəşəm bir mövzu seçmisiniz. İnanın ki, çox böyük həvəslə sizi dəvət edirik. O qədər maraqlı danışırsınız ki, 1 saat necə keçir mən heç bilmirəm. Fikirləşirəm ki, sabah nə haqqında danışaq. Sonra baxıram, sonra deyirəm ki, bu halda Kəmalə xanım deyərdi ki, egoya düşmə. Məni maraqlandıran suallar peyda çıxır, ortaya çıxır. Amma sonra düşünürəm ki, mən yox, özümü kənara qoyum. İnsanları daha çox maraqlandıran bu dəqiqə nədir? İstəyirəm aktual sözlərə, suallara, məsələlərə toxunaq. Bax, son vaxtlarda deyirlər ki, aura, frekansım aşağı düşdü. O adamın aurası mənim xoşuma gəlmir. Və yaxud da deyirsən ki, mən filan yerə getmək istəmirəm. Ora gedəndə özümü nəsə ağır, gərgin, yorğun hiss eləyirəm də. Hər hansı bir məkana girirsən, o məndə də olur Kəmalə xanım. Biraz həssas insanım. Elə bir hiss eləyirəm, məkana daxil oluram, orada hansısa bir gərginlik varsa və yaxud da mənfi enerji varsa, hiss eləyirəm, xoşuma gəlmir, uzaqlaşmaq istəyirəm. Və yaxud da əksinə də ola bilər ki, görürəm burada gözəl əhval-ruhiyyə var, pozitivlik var, görürəm ki, pozitiv enerji gəlir mənə. Yenə söhbət gəlir, çıxır enerjiyə. Bu insanlardan asılıdırmı, insanların enerjisidir, otağa da təsir eləyir, abu-havaya təsir eləyir. Bu məkana, atmosferə, auraya nə təsir eləyir, auranı nə çirkləndirir? Ümumi bir-bir başlayaq. Başlayaq. Siz daha yaxşı bilirsiniz bunları. Çox sağ olun. Yenə də maraqlı bir mövzu seçmisiniz və əminəm ki, artıq insanlar fərqindəliyə doğru gedirlər və daha çox aydınlanmaq istəyirlər ki, ümumiyyətlə aura nədir? İnsanların düşüncələri insanın həyatını necə, belə deyim, ona necə təsir eləyir və s. İlk öncə onu demək istəyirəm ki, insanın aurası 7 qatdan ibarətdir. 7 bədən deyirik ona. Burada mental bədəndir, astral bədəndir, efir bədəndir və s. Karmik bədəndir. Yəni biz bunları hal-hazırda saymayaq, çünki düşünürəm ki, insanlara bu hal-hazırda çox da maraqlı deyil. Ümumi məlumat verək. Sadəcə bəli, ümumi bilgi məlumat olsun. olaraq bəli deyirəm və insanın düşüncəsi onun aurasını yaradır. İnsan nə qədər aşağı bir titreşimdə olsa, bir o qədər də onun aurası zəifdir. Aura bizi qoruyan bir görünməyən qatdır. Energetik bir qatdır. Əgər mənim auram güclüdürsə və mənim auramın güclü olması mənim düşüncələrimdən ibarətdir. Çünki düşüncələrim mənim auramı bərpa eləyir, bəli, və tamamlayır. Mənə heç bir mənfi təsir, gözdür, nəfsdir, cadudur, lənətdir, insanların vır-vırıdır, mənim haqqımda danışdıqları neqativ sözdür, mənə təsir eləməyəcək, yox. Təsir eləsə belə cüzi təsir eləyəcək, daha sonra yenidən aura bərpa olacaq. Amma əgər mən neqativ düşüncədəyəmsə, yəni aşağı frekansdayamsa, aşağı frekans nə deməkdir? İnsan əgər günahkarlıq hissi ilə yaşayırsa, insan əgər qurbanlıq rolundadırsa, insan əgər daima kimisə pisləyirsə, cəmiyyəti pisləyir, ölkəni pisləyir, insanları, yaxınlarını, hər şeydən narazıdırsa, deyir ki, pulum yoxdur, yetərli deyil, xoşbəxt deyiləm, nə bilim, o belədir, bu belədir, var da elə insanlar ətrafımızda. O insanların aurası da, enerjisi də artıq özünü belə deyim, insanlardan uzaqlaşdırır. O insanın əhatəsinə gedəndə, yəni elə bir insan yanına gedəndə sən oradan uzaqlaşmaq istəyirsən. Deyirsən ki, ay Allah, mən bir dənə buradan çıxıb Nəsə getsəydim. sıxılıram elə bir. Adi taksiyə minirsən. Bəzən şofer heç ağzını açıb danışmır. Yazıq. Bəzən heç bir söz də demir.
Amma sən istəyirsən ki, tez Çatdın. çatasan və maşından düşüb gedəsən, başın ağrıyır. Sadəcə bir misal olaraq gətirdim. Yəni bu getdiyin qonağa da aiddir, getdiyin yerə də aiddir. Gələn qonağa da Gələn aiddir. qonağa da aiddir. Baxırsan ki, hər şey yaxşı idi. Kimsə gəldi və deyirsən ki, elə bil mənim bütün enerjimi sovurdu getdi. Bütün mənim həyatımı elə bil necə deyim, qaraltdı getdi. Artıq onunla danışmaq da istəmirəm. Filan kəs gələndə həmişə başım ağrıyır. Həmişə Bilmirəm nə başım ağrıyır. məsələdir. Bəli, çünki insan aşağı frekansda insandır və insan aşağı frekansda olanda ona təpə çakrasından daxil olan enerji, həmin o ilahi enerji azalır. Çünki onu qəbul eləmir axı, təpə çakra bağlıdır. Təpə çakra bağlı olduğuna görə də bu insan nə ilə yaşamalıdır axı. Bunun karmik borcları var, məsuliyyətləri var və s. Ona görə bu digər insanlardan o enerjini alır. O enerjini alır və siz görsəz neqativ bir insan sizin auranıza, yəni sizə yaxın gəlsə, sizin auranızdan o pozitivi alacaq. Siz sonra çökəcəksiniz, başınız ağrıyacaq, deyəcəksiniz ki, ayda mənim halım yoxdur, amma o insan gedəcək elə bir dirçələcək. Halı olacaq, nəsə eləmək istəyəcək, yeni bir şey eləyəcək. Düzdür, o da bir yerə qədərdir. 2-3 gün bəs eləyir ona. Yəni bu insanların düşüncəsindən asılıdır və var belə bir şey, bəli. Bəzən elə insanlara energetik vampir deyirlər. Bəli, vampirizm. Bu həmin vampirlər. Vampirizm və onlar istəmədən eləyirlər. Yəni burada günahkar biz onları Bilə eləmirlər. Yox, əlbəttə ki, yəni o gəlib səndən o enerjini almır ki, sən burada çökəsən. O əsla. Sadəcə o bir çıxış yolu axtarır, ruhu bir çıxış yolu axtarır. Çünki ruh başa düşür ki, yəni bu enerji ilə, yox enerji ilə biz qabağa gedə bilmərik. Baxın, hər şey bir enerjidir. Hal-hazırda bu mikrofon bir fiziki bir enerjidir. Stol bir fiziki enerjidir. Amma enerjidir. Mən Biz ona toxunuruq axı. Biz ona toxunuruq. Nə olsun? O da bir enerjidir da. Onu da insanlar Material düzəldir. bir cisim. Bəli, material bir cisimdir və fiziki bir. Biz buna fiziki bir enerji deyirik. Amma ruhən, yəni artıq insanlar da bir-birinə enerji baxımından yaxınlaşırlar. Baxın, bir çox insanlar deyir ki, mən ailə həyatından tutmuş iş yerinə qədər götürək. Əgər xanımlar bəzən şikayət eləyirlər ki, bəs mən layiq deyildim, bəs mən belə gül kimi insanam, amma mənim qabağıma çıxan iş yeri budur, mənim qabağıma çıxan problemlər budur, həyat yoldaşı budur, qaynana, qaynata və s. Yəni tipik məişət problemlərindən danışıram hal-hazırda. Burada sənin enerjinin yüksək olsaydı, Elə insanları özünə çəkməzdin. elə insanları özünə çəkməzdin. Sənin enerjin onlarla birdir. Məsəl üçün, sənin qarşında ola bilər ki, otursun, misal olaraq deyirəm, hər hansı bir şirkətin prezidenti, misal olaraq. O şirkət olaraq, prezident olaraq, bəli, yüksək bir vəzifəyə sahib ola bilər. Amma enerji olaraq siz ola bilər ki, bir frekansda ola bilərsiniz. Hətta. Bəli, hətta belə. Yəni çox pul sizin enerjinizi artırmır. Çox pul sizin karmik tərəfdən olan bir mükafatdır və yaxud da sırf maddiyyatla siz müəyyən bir dərsləri almalısınız deməkdir. Amma sən bir insan olaraq əgər pozitiv bir insan deyilsinsə, yəni bu sənin aurava əlbəttə ki, təsir eləyir. Onu da deyim ki, pul insanın aurasını dəyişmir. Yəni pul insanın aurasını çoxaltmır və yaxud da azaltmır. Bunun heç bir aidiyyatı yoxdur. İnsan çox varlı da negativ içində ola bilər, çox kasıb da negativ içində ola bilər. Hətta biz elə bir insanlar görə bilərik ki, insanın bir qəpik pulu yoxdur, amma o qədər yüngül bir auraya sahibdir ki. Razıdır yəni ona görə. Razıdır, çünki onun bu həyatda olan dərsi, ruhun dərsi xidmətdir. O insanlara xidmət eləməlidir və ruh səviyyəsində o bunu başa düşüb. Başa düşüb, ona görə də üsyana getmir. Bax, bu da çox önəmlidir. Biraz mövzudan kənar Həm də olacaq. həyatından razıdır. Bu Həyatını razılıq da qəbul eləyib. Bəzən xidmət sektorunda işləyən xanımlar və bəylərimiz var ki, deyirlər ki, mən burada alacağım nədir görəsən? Mən burada niyə işləməliyəm ki? Niyə kimsə gedib müdir işləməlidir, amma mən gedib xidmət sahəsində çalışmalıyam. Burada ruhun belə deyim, dərslənmə səviyyəsinə uyğun, yəni sən bu həyatda, sən bəlkə keçmiş həyatda prezident olmusan. Onu biz bilə bilmərik. Amma bu həyatda sən xidməti seçmisən. İnsanlara xidməti. Ruh dərsidir. Və dərsi nə vaxt ki biz
mükafatlı şəkildə alacağıq, o zaman biz növbəti səviyyəyə qalxacağıq. Və dediyim kimi enerji insanlarda pulla bağlı deyil. Çox adam elə bilir ki, varlı insanlar böyük enerjiyə sahibdirlər. Yəni insan olaraq. Axı Yox. indi elə deyirlər də, yəqin enerjisi yüksəkdir, ona görə ona pul gəlir, mülk gəlir. Yüksəkdir, amma pul tərəfdə yüksəkdir. Sırf ancaq bütün diqqətini verib pula, insanlığın qoyub bir kənara. Mənəviyyat. İnsan kimi, yəni çox da yaxşı bir insan olmaya bilər. Və o insanlardan da biz mənfi enerji alırıq. İnsan həm pul cəhətdən, həm də insan olaraq müsbət qalmağı bacarmalıdır. Yəni bunu balanslı şəkildə çalışmalı ki, tarazlığı tutaq, yəni Balans. qızıl ortanı tutmalıyıq. Bəli, qızıl ortanı tutmalısınız ki, yəni düşünməməlisiniz ki, məsəl üçün biz indi hal-hazırda efirdə puldan zatdan danışırıq, düzdürmü? İnsanların çoxu hər zaman sual verirlər ki, bəs sənin nə qədər pulun var ki, sən belə rahat puldan danışırsan? Və yaxud da sən yəni necə bunu müzakirə eləyirsən? Baxın, biz bizim yanımıza bəzən bank hesabında neçə milyon olan insanlar gəlib, müraciət edib. Həqiqətən də belə olub. Amma mənim bank hesabımda o milyonlar yoxdur. Çünki mənim vəzifəm ona xidmət göstərməkdir. Amma siz özünüzü xoşbəxt hiss Mən edirsiniz. çox yəni. xoşbəxtəm. Çünki mən öz missiyamı tapmışam və mənim auram təmizlənib, auram tam bərpa olunub. Mən özümü çox rahat hiss eləyirəm, mən işimi sevirəm. Mənim missiyam bu həyatda Allaha bağlılıqdır. Və mən bunu çox Bu hər kəsin missiyasıdır, yoxsa? hər kəsin fərqində olaraq missiyası olmaya bilər. İnsan var ki, fərqində olmadan Allaha çox bağlıdır. Amma bunun fərqində deyil. Yaxşılıqlar eləyir, nə bilim, kimisə qayğısına qalır və yaxud da heç kimə demədiyi minə qədər, nə bilim, yüzlərlə, minlərlə yaxşılıqları var ki, biz onu görə Gizlin bilmərik. eləyir, biz O görmürük. insanın aurasını artıq tamamlayır. Çünki insan yaxşı işlərlə, yaxşı əməllərlə məşğuldur və bunu egodan eləmir. Bunu yekəxana eləmir. Bunu gedib orada-burada danışaraq, kimisə əzərək eləmir. Allaha xoş gəlsin. Allaha deyək. xoş gəlsin, özünə xoş gəlsin. İnsan rahatdır belə. İnsan da var ki, gecə-gündüz Allah Allah deyir. Amma Gecə-gündüz əlindən bir yaxşılıq hamısını gəlmir. qınayır. Yəni kim ona uyğun gəlmirsə, kim onun düşüncəsinə görə güya ki, düzgün bir həyat sürmürsə və başlayır onu qınamağa. Adama sual verirlər ki, sən niyə qınayırsan da, yəni. Birdən özünə bax da. Keçən verilişlərin birində də mən bir söz dedim ki, bizim cəmiyyətdə hal-hazırda ən çox istifadə edilən bir söz var ki, sən bilirsən mən kiməm? Bax bu auranı elə birinci dağıdan bir sözdür. Sən bilirsən mən kiməm? Necə yəni? Sən kimsən? Sən də bir insan övladısan və sənin içində ruh var, Allahın nəfəsi var. Sən kimsən ki? Əlbəttə ki, sən möhtəşəm bir varlıqsan. Amma bunu verən axı bu nöqteyi nəzərdən vermir bu sualı. Ona görə əgər auranızı möhkəmlənməyini istəyirsinizsə, həqiqətən də sadəcə üzr istəyirəm sözümə görə insan kimi yaşamağı öyrənin. Yaxşı, pisliklə cavab vermək lazım deyil. Pisliyə yaxşılıqla cavab verə bilmirsinizsə, ümumiyyətlə cavab verməyin. Heç olmasa o pisliyi eləməyin. Eləməyin. O mənə pislik elədi deyənə mən ona qarğış töküm, aura darmadağın olur. Çünki o qarğış sənə gəlir. Və Ona görə deyirlər iki başlıdır. İki başlıdır, əlbəttə ki. Sən əgər kiməsə lənət oxuyursansa, o mütləq ki, gəlib sənin balalarının qabağına çıxacaq, sənin qabağına çıxacaq, sənin auravu, sənin nəsilvi aurası darmadağın eləyəcək. Mütləq şəkildə heç bir şey elə belə, yəni boş havada qalmır. Hər şeyin bir səbəbi var. Boş yerə biz demirik karma səbəb və nəticə qanunudur. Demək ki, insana pislik eləmək düşmür. İnsan pislik eləməməlidir. Eləyirsə yaxşılıq eləməlidir. İnsan aşırı yaxşılıq da eləməməlidir. Bu nə deməkdir? Fədakarlıqdan danışırıq ki, onu da tərif eləmirik. Bəzən Çaşqınlıq yaranır. Bəzən biz gedib hər hansı bir yoxsulluq içində yaşayan bir insana dirəşib ona illərlə, aylarla yaxşılıq eləyirik. Produkt göndəririk, qayğısına qalırıq, paltar göndəririk. O istədi, istəmədi və bir müddətdən sonra nə olur? O insan artıq bundan istifadə eləməyə başlayır və daha sonra da sən bir gün belə eləməsən, o başlayır nəsə bir neqativ bir söz deməyə və sən artıq küsürsən, deyirsən, necə yəni bu mənə neqativ və aləm dəyir bir-birinə. Fikir vermisiniz ya, aşırı yaxşılıq. Deyirlər ki, səni 99 gün belində daşıyır, sağ Bəli. ol demir. Bir dəfə düşürdəndə o dəqiqə onu görür və üzünə vurur ki, sən mənə neynəmisən ki, Bu sən əbəs- mənə aparmadın. Bu əbəs yerə deyil. Burada balansın ciddi pozulması var. Heç bir insan haqqı yoxdur ki, digər insanın karmasına girsin. O insanın o kasıbçılıqda alacağı dərslər var. O onun karmasıdır. O onun Kasıblıq dərslər. onun karmasıdır.
karması deməyək, alacaq dərsi var. O dərsini sən keçməyə qoymursan. Sən dirəşirsən ki, o səndən xahiş eləməyib, gəl mənə kömək elə. Bir dəfə kömək eləyə bilərsiniz. 2 dəfə kömək eləyə bilərsiniz. Amma o insanı sizdən asılı vəziyyətə sala bilmərsiniz. Kəmalə xanım, bəs bu biraz egoya aparmır? Siz həmişə deyirsiniz ki, egodan uzaq durun, egonuzu tərbiyələndirin ki, çətinliklər sizi gəlib tapmasın, ruhunuz yüngül olsun, enerjiniz gözəl olsun. Bəs bizim kiməsə yazdığımız gəlir də, bu hiss də bizdə var. Bilmirəm, bu mərhəmət hissindən yararlanır. Yəni necə yazdığımız gəlir, insana başlayırıq kömək eləməyə. Bəzən də təlimçilər, şəfaçılar deyir ki, mən eşitmişəm. Yazdığınız gəlməsin, o sizin egonuzun səsidir ki, danışır. Yazdığın gəldiyi insanı sən özünü yüksək görürsən sanki. Bəli. Ona yazdığın gəlir. Ona niyə yazdığın gəlsin ki? Biz kimi ki, bizim kiməsə yazdığımız gəlsin? Yəni niyə o insana bizim yazdığımız gəlməlidir ki? Axı o da bir şəxsiyyətdir. Mən sizinlə razıyam ki, yəni bizim əgər kiməsə yazdığımız gəlirsə, bu bizim şuuraltı olaraq ondan üstün özümüzü hesab etməyimizdir. Amma biz üstün deyilik. Allah bizə 10 manat veribsə, ona 1 manat veribsə, bu o demək deyil ki, sən ondan üstünsən və dərhal sən gedib nədənsə, nəyəsə görə ona yaxşılıq, yəni durmadan yaxşılıqdan söhbət gedir. Yəni bunu mən açım, sonra başqa tərəfə yozmasınlar. Biz aşırı, həddini aşmış dərəcədə yaxşılıqdan Yəni söhbət sənə gedir. müraciət eləyən yoxdur. Sənə bir dəfə müraciət Can yandırırsan sanki. Sənə- Deyirsən mən gözəl insanam. Sənə əgər bir dəfə müraciət elədi ki, mənim yeməyə çörəyim yoxdur, sən onu almaq borcundasan. Əlbəttə ki. Əgər evində yeməyi yoxdursa, evində 3-4 dənə uşağı varsa, sən o uşaqları da yedizdirmək borcundasan. Çünki Allah bunu götürməz. Sən denən ki, hə, mən eləmirəm, o başqadır. Amma sən aylarla, illərlə o insanı rahatlat, Öhdənə götür. öhdənə götür, onu özündən asılı vəziyyətə sal, durmadan ona əlbəttə ki, ona ayrılmış o dərsləri o keçə bilməyəcək. Bəlkə onun alacağı dərs budur ki, kasıbçılıqdan fərqindəlik açılsın və o digər pilləyə qalxsın. Sən o ruhun inkişafına qoymursan eləsin. Budur söhbət. Mən demirəm, yenə də deyirəm. Yəni sən ona güclü bir insana söhbət- çevirməyə imkan vermirsən. ki, o Söhbətin güclənsin. 2 tərəfi var. Həm bu tərəfi var, həm bu tərəfi var. Yəni insanlar həm ya pisdir, gör nə deyir deməsinlər. İnsanlar bunu düzgün başa düşsünlər ki, mən əminəm ki, hər birimiz bu videoya baxan hər kəs nə vaxtsa kiməsə aşırı yaxşılıq eləmişik. İçi mən qarışıq. Elə olub ki, illərlə, 3 il mən bir insana dayanmadan yaxşılıq eləmişəm. Axırda nə oldu? O insan mənə nə sağ ol dedi, nə bir şey. İndi mənə görür, üzünü çevirir, heç saymır məni. Mənim ona verdiyim əşyalar geyinir. Siz nə hiss keçirirsiniz? Mən onu buraxdım, mən çox rahatam. Hirslənmədiniz mi? Yox, Yəni ki, qətiyyən. yox. Demədiniz ki, mən sənə neçə il kömək Yox, halal xoş olsun. Siz Dərsimi. savadlı şəxssiz, bu işin içindəsiz, bilirsiniz ki, bunu belə eləmək lazımdır. Sadə insan onu qəbul eləyə bilmir axı. Niyə eləyə bilmir? İllərlə danışır, deyir ki, mən ona nə qədər elədim, mən ona nə qədər kömək eləyirəm. Bir dənə çox sağ ol da demədi. Nə Bax elə pis sözlərlə. Bax elə o sözlər də auranı məhv eləyir. Auranı sındırır, aşağı frekansa salır. İnsan müdrik olmalıdır. Nə olursa olsun həyatında. O məsəl üçün bayaq sizinlə kamera arxası danışdım ki, bəs mənim belə deyim, qohumlarım xoşdular mənə cadu, lənət falan eləməyə. Sevirlər də mənim auramı dağıtsınlar, otursunlar. Sevgidən irəli gəlir. Ola bilsin, yəqin çox sevirlər məni. Mənim onlara bu saat soruşsanız, 1 qram belə hirsim yoxdur, 1 qram belə əsəbim yoxdur. Mən hətta Allahdan onlar üçün, onların ruhu üçün şəfa istəyirəm. Yəni istəyirəm də. Allahdan onlara gedən müsbət enerjilərin artmasını istəyirəm. Niyə də yox? Çünki hər şey Allahdan gəlir. Əgər bir insan mənə cadu eləyirsə, auramı dağıdırsa, göz nəfs varsa, deməli mənim oradan alacağım bir dərs var. Əgər mən ona o pisliyə nifrətlə cavab verərəmsə, mən onda o dərsdən nə almış oluram ki? O etdiyi məndən o pislikdən hansı nəticə çıxardıram ki? Deməli mən də pisəm. Deməli mən də ona o pisliyə bu cür cavab verim. Axı elə deyil. Bizə Allah deyir ki, şərtsiz sev hamısını. Mən mənə cadu eləyən insanları, bədənini, fiziki bədənini qoyuram bir kənara. Mən onun içindəki ruha baxıram ki, ruh onun Allahdan gələn bir gözəl bir varlıqdır. Bəli, indi psixoloji olaraq nələrsə səhvlər eləyir. O da onun eləməli idi. Deməli mənim də oradan bir alacağım bir dərs var idi ki, mənim də auram bir müddətdə olsun dağılsın və sonra mən onu yenidən bərpa edim. Yəni bu olmalı idi və bunu sevgi ilə qəbul edin. Həmçinin ölkədə hal-hazırda cadu lənət söhbətlərini bilirəm ki, çox Həmişə aktualdır. aktual məsələdir. Siz qətiyyən falçıların yanına gedib
O gic-gic ritualları eləməyin, çox xahiş edirəm. O daha betər günə O qoyur. qədər pul tökmə. O daha betər günə qoyur. O həmin o cadunu bəlkə də daha da gücləndirir. Yəni azaltmır, yox eləmir. Boş şeylərdir hamısı. Hamısı boş şeylərdir. Oturun Allahınızla danışın. Oturun ondan imdad istəyin. Allahdan böyük kimdir? Bəzən deyirlər ki, Allah deyir ki, Quranda yazılıb ki, mənim cadudan xəbərim yoxdur. Əstəğfurullah. Yəni sizcə belə bir şey Heç elə mümkündürmü? şey olarmı ki, Allahın bilmədiyi bir məqam Elə olsun? bir şey mümkündürmü və fikir vermisiniz ya yox? Quranda hər bir şey keçmiş zamanda yazılır. Yəni sanki olub artıq. Çünki Allah üçün vaxt məhdudiyyəti yoxdur. Hər bir şey artıq olub. Və sən əgər cadu lənətdən təmizlənirsənsə, bu artıq baş verib sən ondan imdad istəyərək artıq özünü təmizləmisən onun icazəsi ilə. Əgər onun icazəsi yoxdur ki, sən ondan onsuz da təmizlənə də bilmərsən. Mövzumuz biraz ağırlaşır Kəmalə xanım. Cadudan danışırsınız. Biraz qorxuludur. Sözü belə insana vahiməli gəlir, amma Qorxulu bir şey deyil əslində. qorxulu Yox. deyil. Bəlkə biz inanmasaq o bizə təsir eləməz. Yox. Bax buna da toxunmaq Mütləq istəyirəm. təsir eləyir. Bəzi insanlar var deyir ki, mən şəxsən inanıram və məndə də bəzi təsir də eləyir. Bəzi insanlar deyir ki, mən caduya falan inanmıram. Boş şeylərdir hamısı. O mənə təsir eləməyəcək. Yox. Birincisi bunu deyirsənsə, deməli aşağı frekansdasan və başa düşmürsən ki, yəni cadu deyilən bir şey var. Yəni biz bunu inkar Bunu eləyə qəbul bilmərik. eləməlisən. Qəbul eləməlisən ki, var. İnanıb inanmamaq bu o demək deyil. İnsan hansı frekansdadırsa, əgər aşağı frekansdadırsa, o cadu ona mütləq ki, onu dağıdıcı bir zərbə endirəcək. Əgər məsəl üçün yüksək frekansdadırsa və kimsə ona cadu eləyibsə, çox güclü bir cadu eləyibsə, o onun bir müddəti aurasını dağıdacaq və o sonra yenidən bərpa olunacaq. Yəni o ona çox ciddi bir təsir göstərməyəcək. Amma aşağı frekansda olan insanlara çox ciddi bir şəkildə təsir eləyir. Niyə? Çünki cadu aşağı frekansdır. Cadunu eləyən şeytanla əməl birləşib ona bir pislik eləyir. Düzdürmü? Bu mələklərlə görülən iş deyil ki. Bu şeytanla, aşağı varlıqlarla. Şeytanla Heç razılaşırsan şeytanla da sanki. deyil. Yəni daha aşağı və daha zəif bir varlıqlarla görülən bir işdir. Və ona görə də sən də aşağı frekansda olduğuna görə onlara bir yem olursan. Sənin enerjin onlara bir yemdir və o yemdən onlar qidalanırlar deyə, yəni birləşirsiniz artıq bir kanala. Həmin o bir kanala birləşirsən və sən başlayırsan çökməyə, daha da çökməyə. O çöküş cadudan daha çox deyil də sənin aşağı frekansda olduğundan irəli gəlir. Aşağı frekansda olursan, plus sənə cadu da eləyiblər, sən daha da darmadağın olursan. Ona görə bunun bir dənə yolu var, Allaha sığınmaq. Yəni auranı gücləndirmək üçün yenə gəlirik. Auranı gücləndirmək istəyirsənsə o cadu sənə təsir eləməsin, səndən yan keçsin, ya necəsə yüngül təsir eləsin. Mütləq auranı gücləndirməlisən. Auranı gücləndirməyin də yolu Allahla rabitəni möhkəm eləməlisən, onunla danışmalısan. Burada dua və zikir rolundan da həmişə siz danışırsınız, söhbət eləyirsiniz. Hətta sizin kodlamalarınız da var ki, bu barədə mənim həyatımda yaxından tanıdığım kəslər bu kodlamalara müraciət eləyiblər. Amma mənə bəzən deyirlər ki, inanırsan, oxudum, elə bil sırf o məqsədlə alıb ki, elə hiss eləyir ki, mənə cadu eləyib. Dəqiq bilmir, deyir ki, mənə məsələn cadu eləyiblər, müraciət elədim, filan kodlama aldım, baxdım, qulaq asıram, özümdə ağırlıq hiss eləyirəm, özümü yorğun hiss eləyirəm, nəsə belə gərginlikdən danışır. Mənə deyir ki, bu nə ilə bağlıdır, bilmirəm. Kəmalə xanımı görəndə soruşaram, mütləq cavablandırsın. Nəyə görə hiss eləyir? Çünki bizdə cadudan təmizlənmə kodlaması var. Və o kodlamanı dinləyəndə birinci ağırlığın olmağı normaldır. Çünki o birinci səni bədənindən çıxma prosesi asan gəlməsin sizə. Yəni bədəndən çıxır və bədəni tərk eləyir və ona görə insanlar bir müddət ağırlıq hiss eləyə bilirlər. Amma onun 21-ci günündə çox rahatlıq hissi gəlir insana. Çox belə həqiqətən də özlərini çox belə xoşbəxt hiss eləyirlər və o kodlamalar bizdə cadu lənətin təmizləməsi də var, auranın bərpası da var. Yəni bizdə 100-ə yaxın kodlamalar var ki, minlərlə Biraz məlumat verin də Kəmalə xanımı barədə. minlərlə xanım artıq bu kodlamaları əldə eləyib və çox möhtəşəm nəticələr görüblər. Köməyini görüblər. Bəli, ümumiyyətlə kodlama şuuraltı olaraq insanın beyninə işləyir. Yəni şuuraltı olaraq insana təsir eləyir və onun beynindəki olan o neyronları, düşüncələri dəyişir. Düşüncə dəyişdikdə bədənə ötürülən siqnal da
dəyişir və bədən artıq başqa bir reaksiya verir. Şuuraltı artıq başqa bir reaksiya verir və ruh səviyyəsi də dəyişim başlayır. Düşünün, yəni ruh şəfalanır. Yəni bir şeydir ki, ruh şəfalansın. Bundan daha ötə nə ola bilər? Yəni həm bədən şəfalanır, həm ruh şəfalanır. Bəli. Təbii ki, şüuruna da bu Şuur və qəşəng şuuraltı hər biri şəfalanır və insanlar, yəni yüzlərlə, minlərlə möhtəşəm geri yüngülləşmə hiss dönüşlərimiz var. eləyirlər. Bəli. O zaman mütləq müraciət eləmək lazımdır. Ciddi mövzudur, amma inanıram ki, çox tələbat var və pul, para mövzusu kimi istəyənlər çoxdur bu barədə. Ümumiyyətlə kodlamaların hər birinə tələbat var. Yəni bizdə Nə gözəl. çakralara aid kodlamalar da var ki, onlara da dəhşət tələbat var. Çünki alan dediyim hər kəs çox müsbət geri dönüş eləyirdi. Yəni. Ona görə əslində mən onun satışını noyabrda başlamışdım, noyabrın 24-ü və bir ay ərzində bitirməyi düşünürdüm ki, bir aydan sonra artıq saxlayım. Amma inanın ki, elə oldu ki, digər bütün kurslarımı bağlayası oldum və indi sadəcə biz kodlama ilə işləyirik və kodlamanın verdiyi nəticələr çox möhtəşəmdir. Bəzən mən belə şoka düşürəm o nəticələrdən. Nə gözəl. O zaman bu gözəl işə, bu insanlara xidmət işində lütfən davam eləyin ki, yararlanaq. Bu vacibdir. Ruhun şəfalanması, bədənin şəfalanması, bu bizim həyat keyfiyyətimizin də yüksəlməsinə gözəl təsir eləyir və insanların, xüsusilə də qadınların həyat eşqi yüksək olanda, həyat keyfiyyəti gözəl olanda bu çox insana təsir eləyir. Dediyimiz kimi bizi izləyən də qadınlardır. Qadın böyük qüvvədir. Bəli. Bu övladlara təsir eləyir, həyat yoldaşına münasibətdə, istər işdə olsun, fərq eləməz. Ona görə bizim üzərimizə böyük bir məsuliyyət düşür bu yolda. Bunun fərqində olmalıyıq, nəzərə almalıyıq Bəli. ki, bu vacib bir məqamdır. Mənim vaxtım yoxdur, işim çoxdur, məişət qayğıları, hamının o işləri var, Əlbəttə ki. hamının işi. Amma biraz da özümüzə vaxt ayırmalıyıq, özümüzü Mütləq. maarifləndirməliyik ki, bu hamıya gözəl təsir eləsin. Bu həm özümüzə, həm də bəşəriyyətə, insanlığa gözəl təsir eləsin. Razıyam sizinlə, yəni tamamilə razıyam. Məsələ bu fikirlə də biz kodlamaları tamamilə əl çatan bir qiymət qoymuşuq. Cəmi 10 manatdır. Düşünmürəm ki, kimdəsə daha aşağı qiymətə və bu cür bir material tapsınlar. Mövzular da fərqlidir. Bəli. Səhv eləmirəmsə 80-90 100-ə yaxın Yox, kodlamalarımız var, bəli. kodlamalar var. Görün orada bütün mövzulara toxunmusunuz. Müraciət edin mütləq. Siz də yəni bir dəfə sınaqdan keçirmək olar, heç nə itirmirik. Bu bizim özümüzün yaxşılığı üçündür. Kəmalə xanım, əslində heç mövzunu bura gətirmək istəmirdim. Bilmirəm necə alındısa, auradan danışırıq, gərginlikdən danışırıq. Bir də məsələn bax, toy bayram olur. Məsələn, mən əvvəl bunu tez-tez yaşayırdım. Əlbəttə ki, toyları kim sevmir ki, hamı toyda olmaq istəyir, nişanda. Hamı əyləncə istəyir. Bilmirəm, mən gedirdim böyük məclislərə, toya, şənliklərə. Mən oradan çox ağır vəziyyətdə qayıdırdım. Başım ağrıyırdı. Günlər 3 gün ən azı başım ağrıyacaq, dərman içəcəm, halsızlaşma baş verəcək. Sonra mənə dedilər ki, nə olub, sevinə bilmirsən, toydur, bayramdır. Biraz günahkar hiss edirəm özümü. Niyə mənim başım bu günlərdə ağrımalıdır? Mən də hamı kimi əylənmək istəyirəm. Bilmirəm, o səs pis təsir eləyir. Onun da bir təsiri var ya, yox. Toplum olan məkanlarda bəzən Bəli. biraz sıxılır insan. Bilmirəm, hamıda olur, yoxsa bu nə ilə əlaqədardır? Çox adamda olur bu. Toplum olan yerdən sonra gəlirsən, elə bil rusların bir sözü var, выжатый limon kimi, yəni Sıxılmış limon. sıxılmış limon kimi olursan. Çünki insanların çoxu hal-hazırda neqativdədir və demək ki, sizin də auranız hələ tam bərkiməyib. Bərkimədiyi üçün də Təsir eləyir. təsir eləyir və sizin auranıza giriş olunur. Giriş olunduğuna görə də verir birbaşa bədən reaksiyası baş ağrı verir. Çünki bizim birinci həmişə yadınızda saxlayın, əgər bir yerdə başınız başlayırsa ağrımağa, orada artıq neqativ var deməkdir. Orada artıq hər hansı bir enerji var, hər hansı bir ola bilsin varlıqlar var və s. Həm də toplum olan yerdə kimin üstündə cadu var, kimin üstündə lənət var, kimin üstündə göz nəfs var. Onlar hamısı insanın enerjisinə təsir eləyir axı. Təsəvvür edin ki, birin ruhuna bir cadu nədir? Cadu hər hansı bir varlığın ona birləşməsi deməkdir. Yəni əgər o məclisdə 100 nəfərsizsə, varlıqlarla bir yerdə 200-300 nəfərsiz. Niyə? Biz getməliyik axı o elə məclislərə. Getməlisiniz. 7 dəfə Ayətül Kürsü oxuyun. Getməzdən əvvəl, Getməzdən qorunma üçün. 7 dəfə Ayətül Kürsü oxuyun. O sizin auranızı qoruyacaq. Və girin o məclisə, inanın ki, nə başınız ağrıyacaq, nə bir şey.
Mütləq Mütləq sınayacağam şəkildə. Kəmalə xanım, mütləq. Mən bunu bilmirdim. Mütləq bu söhbət məclisə, toya getməkdən. Bəlkə bəzən böyük mollara da gedirik. Orada da Bəli, insanlar çoxdur. Biz çıxmışıq şopinq eləməyə, baş ağrı ilə qayıdırıq geri. Dedim düzdür. mən ora getmək istəmirəm dedim. Ümumiyyətlə evdən bayıra çıxdınız, yəni auranın bərpası üçün Ayətül Kürsü çox güclü bir duadır. Yəni 7 dəfə, 41 dəfə nə qədər bacarırsınızsa, o qədər də oxuyun və hər hansı bir yerə getməzdən öncə biz hər verilişdən qabaq sizinlə Ayətül Kürsü Və oxuyuruq bu ki, mənim çox xoşuma gəlir. bəli, bu veriliş asanlıqla və rahatlıqla və fikir versiya yox, biz bu qədər saat çəkiliş Bəli, bəli, eləyirik. Yəni nə narahatlıq var, nə baş ağrı var, nə sıxıntı bəli, var. Çox rahat bir şəkildə bəli. bu, yəni çəkiliş davam eləyir. Ona görə də hər Çox kəsi, şükür. yəni nə vaxtınızı alacaq orada? 10 dəqiqə maksimum vaxtınızı alacaq, 15 dəqiqə olsun. O oxuyun və ondan sonra işlərinizin dalınca gedin. İnanın ki, görün, onu əgər davamlı şəkildə oxusanız, yəni çox möhtəşəm bir nəticələr almış Kəmalə xanım, bir olacaqsınız. sual vermək istəyirəm. Bəlkə sizə bəsit, sadə görünə bilər, amma çəkinə-çəkinə olsa da bu sualı verəcəm. Bəlkə kiminsə ürəyindən keçə bilər ki, mən onu ərəb dilində oxuya bilməyim. Olar Azərbaycan dilində tərcüməsini oxuyum. Hı hı. O da təsirli ola bilərmi, yoxsa Bu suallar bizə çox gəlir, çox bəli. Və ümumi cavab vermək istəyirəm. Ərəb dilində oxuyun. Niyə? Çünki ərəb dilində o bizə göndərilib. Milyardlarla insan Allahdan kömək istəyəndə həmin o əlifbadan istifadə edib. Onun hər hərfində güc var, enerji var və o enerjini siz oxuyursunuz. Mən hər zaman deyirəm, Allaha sizin hissiyatsız, hissiz, enerjisiz bir duanız lazım deyil. Məhz ona görə o bizə o duaları göndərib ki, həmin o Ayətül Kürsüdür, digərdir, Yasin surəsi olsun, fərqi yoxdur. Yəni bütün nə surələr. hissiyatsız Kəmalə xanım? Yəni biri var ki, duanı elə belə oxuyursan, hiss etmədən, yəni heç nə, o sözlərin heç bir hiss eləmirsən Texniki içdən. bir Sadəcə bir formalist kimi, yəni oxuyum, əldən çıxsın kimi və bunu da etməyi məsləhət görmürəm. Amma öz dilində siz Allahla danışa bilərsiniz. Öz dilinizdə oturun, danışın. Ay ya Rəbbim, yəni o qədər olub ki, hər birimizin həyatında biz heç bəlkə də dua oxumamışıq, amma Bəli, bəli. Çox Allahdan qapılar nəsə açır. istəmişik və Bircə kəlmə Allah demişəm, bəzən məqamlar olub. bəli. Vallah, bircə kəlmə ürəkdən Allah demişəm, qapılar açır. Amma o hər dəfə olmur da. Hər dəfə o hiss gəlmir adama və o hiss gəlmədiyinə görə də insanın beyni də elə bir strukturdur ki, insan hər şeyi dəyərsizləşdirməyi sevir. Sadələşdirir. Sadələşdirir və ucuzlaşdırır, dəyərsizləşdirir və o dəyərsizləşdirilməyə doğru getməsin deyənə siz bütün duaları ərəb dilində oxumağınız məsləhətdir. Tərcüməsini bir dəfə oxuyun ki, bilin söhbət nədən gedir. Amma duanı öz dilində oxuyun ki, ərəb dilində. Ki o frekansı, o yavaş-yavaş bir müddətdən sonra siz onun frekansını onsuz da hiss eləyəcəksiniz. Sevinç. 1-də yox, 2-də yox, 3-də yox. Mən nəyə görə 1 demədim? Bir dəfə oxu demədim. 7 dəfə, 21 dəfə, 41 dəfə. Təbii ki, Çünki bir dəfənin təsiri olmaz. olur, Olur. olur, amma yüksək frekansa çatandan sonra təzə-təzə dua oxuyan insanlara Hə. hər zaman deyirik 7 dəfə, 21 dəfə oxu ki, o artıq sənə 6-cıda, 5-cidə gəlir o hiss, o emosiyanı. Bax onda hiss eləyirsiniz. Bax o emosiya sənin arzularını həyata keçirir. Bunda duadan söz düşmüşkən Kəmalə xanım, bilmirəm bilirsiniz ya yox, Kəmalə xanımın 40 günlük dua və zikir seminarı var idi, paylaşmışdı. Biz onda heç Kəmalə xanımla tanış deyildik və mən müraciət elədim, onu da aldım. Mən bu barədə biraz həriscəsinə davranıram, izləyirəm Kəmalə xanım orada nə paylaşım eləyir, maraqlı gəlir, müraciət edirəm və almışam. O seminarın içindəyəm, daxil oldum və 1, 2, 3, 4, 5-ci gün əvvəldən oxuyanda artıq 5-ci günün qorxusu gəldi. Orada yazılıb ki, 313 dəfə Ayətül Kürsü oxunmalıdır. Mən düşündüm ki, bunu necə oxuya bilərəm də. Tez-tez də adam suallaya bilirəm ki, çox müraciətləri olur, yorğun ola bilər insanlar. Dedim heç nə də, gəlsin vaxt. Artıq 4-cü gündən dua edirəm ki, ay Allah, sabah 313 dəfə Ayətül Kürsü oxumaq günüdür. Mənə icazə ver, mənə güc ver ki, oxuyum. Mən bilirəm ki, buna vaxt və güc lazımdır. Səbr lazım. Səbir lazımdır və mən böyük həvəslə və səbirlə başladım oxumağa. Gəldi saata da baxıram. 1 saat ərzində 100 dəfə oxumağı bacardım. Ondan əlavə eləyə bilmədim. Amma əl çəkmədim. Dedim biraz dincələrəm. 2 saat, 3 saat bir iş gördüm, məişət işi falan. Təkrar oturdum, oxudum. Oldu 200. Bir neçə saatdan sonra təkrar oxudum.
oldu 313 dəfə bitirdim. Gün ərzində bunu bölərək elədim. Düz elədim, yoxsa onu bir dəfəyə oturub oxumaq lazımdır? Axı mənim gücüm çatmadı o qədər. Baxın, insan təzə-təzə dualara başlayanda, biz yenə gəldik sevimli mövzumuz dualara. Təzə-təzə dualara başlayanda çox səbirsiz olur. Sıxılırsan, gedib çay içmək istəyirsən, qəribə bir aclıq hissi gəlir, yorulursan, tükənirsən. Yuxu da gəlir. Yuxu bəzən. gəlir, yatmaq istəyirsən, əsnəyirsən, istəyirsən telefonda bir maraqlı bir kinoya baxasan, Instagrama baxasan, hər şey gəlir. Ona görə sizin kimi ilk başda oxumaq çox normaldır. Yəni bu rahat şəkildə eləyə bilərsiniz. Amma bir müddətdən sonra, məsəl üçün bu cür oxumağa davam eləsəniz, siz artıq özünüz o duadan əl çəkməyəcəksiniz. İstəyəcəksiniz ki, oturasan bir 4-5 saat oxuyasan, Yəni 313 dəfəni bir dəfə oturub bir oxuyub bitirə biləsən. oturub bir dəfə 313-ü oxuyasan, daha sonra durasan. Sən artıq oradan durmaq istəməyəcəksən. Bu vərdişdir. Bu bir dəfəyə insana verilmir. Bunun üçün səbri ələ almalısan, marağı ələ almalısan. Bəlkə bu da səbrin bir növ sınağıdır. Əlbəttə Kəmalə ki. xanım. Əgər yaxşı yaşamaq istəyirsinizsə, xoşbəxt olmaq istəyirsinizsə, zəhmət çəkib, hər kəsə aiddir. Zəhmət çəkib Vaxtınızı ayırın, vaxtınızı ayırmalısınız. enerjinizi ayırın. Bəs bizim bu kodlamalar neynir? Bizim bu kodlama beyin dolu olanda bir yerdə oturub zikir saya bilmirsən. Yorulursan. İnsan Təbii ki, tükənir. dolu qaba nə əlavə eləmək? O qabı boşaltmaq lazımdır ki. Beyin dolur. Buna görə də məsəl üçün biz kodlamanı dinləyəndən sonra bizdə orada hətta duaların qəbul olunması üçün kodlama var ki, onu dinləyib daha sonra dua eləyəndə daha səbirlə, daha təmkinlə oxunur o dua deyənə. Çox tez bir zamanda onun təsiri olur və o şəfanı da verən Allahdır, unutmayaq. Yəni o kodlamanı mənim beynimə salan yaradandır, qurban O olduğum. istəyi. O istəyi. Çünki mənim o 5 ildir mən onun satışını tamamilə dayandırmışdım. Qətiyyən satmırdım. Və sadəcə durduq bir yerdə o fikir gəldi beynimə və bütün bahalı proqramlarımı saxladım. Biz ancaq 10 manatda kodlama satırıq. Başqa heç nə. Çünki onun verdiyi nəticələr möhtəşəmdir. Bax, ondan sonra edilən dualar çünki frekans qalxır. Frekans qalxır, travma şəfalanır, düşüncələr dəyişir və ona görə də siz artıq başlayırsınız nəticələr görməyə. Həm belə təmizlənirsiniz, həm belə təmizlənirsiniz. Bu ev əhlinə də kömək eləyir, təsir Mütləq eləyir, şəkildə. yoxsa Əlbəttə ki. axı siz deyirsiniz ki, biz bağlıyıq energetik baxımından. Mütləq ailə üzvlərinə də təsir edəcək. Əlbəttə ki, əgər bir evin içində biri ibadətlə məşğuldursa, dua eləyirsə, sonsuz Allaha bağlıdırsa, özünü şəfalandırırsa və travmalarından arınırsa, mütləq ki o ev əhalisi də ondan şəfalanacaq. Yəni Bəs ailə üzvlərdən digərlərinin elə də marağı yoxdursa, marağı əlbəttə ki yoxdur. Mənim atam şəxsən tamamilə mən ona belə bir şeylərdən danışanda deyir, ay qızım sən Allah deyir. o sizi ruhdan salmır. Qətiyyən, yox. Mənim atamın elə bir müsbət xüsusiyyətləri var ki, mən onlara odaqlanmışam. Mən onlara fikir verirəm. Yəni o mənə ümrəyə getmək istəyəndə belə mənə alınmamışdı getmək istədiyim insanla. Mən atama müraciət elədim ki, papa sən gəl. Dedi, ay qızım, mən yeyib içən adamam. Yəni mənim ümrədə nə işim var? Yoldaşıma dedim, yoldaşım da eyni cavabı mənə verdi. Yəni bizim evdə əgər açıq bilmək istəyirsinizsə, heç kim dua oxumur. Yəni heç kim bəlkə də heç Ayətül Kürsünü belə bilmir. İnandırım ki, Siz onları dəyişməyə yox, çalışmırsınız. niyə dəyişir? Təsir eləməyə çalışırsınız. Yox. Axı o Düşünürsünüz ki, nə vaxtsa özləri bunu istəməlidirlər, yəni. onların yolu başqadır. Mən varam da, mən oxuyuram onların əvəzinə. Siz hamısının əvəzinə. Mən onlar üçün də Allahdan dua istəyirəm. Elə olar Yəni, ki, onlar niyə olmur ki? Biz öz yaxınlarımız üçün Allahdan dua eləyə bilərik. Onlar üçün istəyə bilərik ki, onların hər hansı bir çətinliyi varsa, sıxıntısı varsa və yaxud da bizi incidirlərsə, misal olaraq, yəni onlara bir fərqindəlik ötürsün, fərqindəlik göstərsin ki, yəni o incitməni, o səhvdən dönsünlər. Yəni mümkündür əlbəttə ki. Yəni bəzən bizə deyirlər ki, evimizdə içki içir ata və yaxud da yoldaş, ona görə mən dua oxuya bilmirəm falan. Deyirəm, yəni nəyə görə bizdə də var da eyni səbəb bizdə də var. Yəni mən də kosmosda yaşamıram ki, və yaxud da digər ölkədə yaşamıram ki, mən də Azərbaycanda yaşayıram. Sizdə olan məndə də var. Sadəcə mən bunu özümə problem eləmirəm. Yəni mən düşünmürəm ki, hə, bizim evdə içki içilirsə, mən artıq bu yoldan dönməliyəm. Nəyə görə? Yəni bu mənim üçün sıxıntı deyil və dua oxumamaq üçün heç bir səbəb deyil. Siz bunu yəqin bəhanə hesab eləyə bilərsiniz. Mən düşünürəm, kimsə əlbəttə desə ki, bu ki. bəhanədir. Mütləq şəkildə bu bəhanədir. Beyin çünki bəhanələr uydurur ki, əziyyət çəkməsin. Çünki dua Rahatlıq oxumaq axtarır. zəhmətdir. Həqiqətən, bəli.
Asan bir iş deyil. Bəli, özünü dəyişmək zəhmətdir. Bəli. Travmalarından arınmaq zəhmətdir və bu zəhmətə də çox adam Sən getmək yeni istəmir. bir kimlik yaradırsan, yeni bir şəxsiyyət yaratmağa Bəli. çalışırsan və bacardığın bütün vasitələrə əl atırsan. Məsələn, mən təcrübə eləyən insanam. Mən həmişə öz təcrübələrimlə bölüşürəm. Əgər bunu özüm təcrübədən keçirməmişəmsə, bu dəqiqə sizlə onu müzakirə eləmərəm və tamaşaçının qarşısında da bunu heç vaxt demərəm. Hiss eləyirəm ki, artıq baxmayaraq ki, təzə başlayır, müəyyən dəyişikliklər hiss edirəm özümdə də, ailə üzvlərimdə də. Amma bir sual vermək istəyirəm ki, niyyət həmişə deyirsiniz ki, çox önəmlidir. Bəli. Biz bu duaları oxumazdan əvvəl mütləq nəyisə niyyət eləyib, səbəb gətirib, sonra başlamalıyıq bu duaları oxumağa, yoxsa elə belə əlimə alım, oxuyub gedə bilərəm də, yox? Mən adətən deyirəm ki, niyyət eləyin. Yəni ən gözəl, ən uca şəkildə mənim bu istəyimi, yəni yerinə yetirməsini səndən istəyirəm. Adətən insanlar hər hansısa bir arzu üçün dua oxuyurlar, niyyət edirlər. Amma mən tövsiyə edərdim ki, ruhumun mənə yaxşı gələcəyi nə varsa, ruhuma yaxşı gələcəyi nə varsa, onu mənə qismət elə, onu mənə nəsib elə. Məsələn, mən belə deyim də, 5 mərtəbəli villa istəyirəmsə, misal olaraq, yəni sadəcə deyirəm, 5 mərtəbəli villa istəyirəmsə və mən əgər onu niyyət eləyirəmsə, ay Allah, mənə 5 mərtəbəli villa ver və başlayıram onun üçün dua eləmək, mən bunu düzgün saymıram. Mən özüm bu cür dua edirəm ki, ey gözəl Allahım, mənim içimdəki istəkləri sən bilirsən. Mən nə istəyirəm sən bilirsən. Mənə doğru olan nədirsə, mənə xeyri olan nədirsə, mənə kömək olan nədirsə, ruhuma, mənliyimə, yəni kəmali olaraq mənə, hal-hazırdakı yaşayışıma nə uyğun görürsənsə, onu mənə nəsib elə. Şəxsən mən o duanın təsirini daha çox görürəm, nəinki nəsə konkret bir şey istəyəndə. Bəzi mənbələr deyir ki, Allahdan konkret olaraq nəsə istəmək lazımdır. Bəli. Mən bunu istəyirəm, bu rəngin. Məsəl üçün, mən Porsche istəyirəm, qara rəngdə, Deyirlər içi detallara kimi qeyd eləmək. içi oranjev olsun. Bu Allah bilir axı. bəli, bu vizualizasiya da Bəli. çox yaxşı işləyir. Yəni Manifest edir. manifest eləməkdə bəli çox yaxşı işləyir. Yəni mən bu rəngdə istəyirəm, bunu istəyirəm, belə olsun. Amma bu etapı da keçək də. Gəlin bu etapı da keçək. Bəlkə Allah ondan da yaxşı bir şey verəcək. Bəlkə daha fərqli bir şey verəcək. Mən bunun lehinəyəm. Yəni mən düşünürəm ki, insanlar öz istəklərini Allaha buraxmalıdır. Bəlkə mən o Porsche-da özümü xoşbəxt hiss eləməyəcəm. Bəlkə də olur da. Bəlkə mənə məsəl üçün velosiped verəcək, amma o qədər mənə bir xoşbəxtlik verəcək o velosipeddə ki, mən deyəcəm ki, nə yaxşı Porsche mənim həyatımda olmadı. Yəni mən bu cür yanaşmağı bilmirəm. Bəlkə kimlərsə məndən razı olmayacaq, amma o etapı keçmişəm mən artıq. Çünki istədiyimi nail olub və onun mənə bir xeyri olmadığını gördüyüm üçün mən düşünürəm ki, bizi nə xoşbəxt eləyəcək biz bilmirik. Onu bir tək Allah bilir. Nə vaxt ki bunu, bu hissi Allaha buraxacaq biz ki, sən bilirsən məni nə xoşbəxt eləyir, məni xoşbəxt elə, məni xoşbəxt eləyəcəyin nədirsə onu mənə ver. Bu cür dua eləyəndə o daha fərqli bir şəkildə gəlir sizə. Bu biraz da təslimiyyətə aparır. Yəni mən bilmirəm, bilən sənsən. Mən hər şeyi sənə təslim Əlbəttə ki. eləyirəm. Dərdimi, çarəsizliyimi də, arzularımı, Bəli. istəklərimi də, ailəmi, övladlarımı da sənə, özümü də zaten mən də sənə aidəm. Bəli. Təslim edim. O zaman biraz da məsuliyyəti Allaha ötürmüş oluruq. Rahatlıq gəlir insana. Kəmalə xanım, bəzən deyirlər ki, mən məsələn 1 il dua elədim, günlərlə dua elədim, bu qədər vaxtımı sərf elədim. Konkret bir şey istəyir də, dua eləyir. Ola bilər maddi bir şey ya da kimləsə ailə həyatı qurmaq istəyir. Fərqli arzular, istəklər ola bilər də. Elədim, amma nə oldu? Bir səs, bir cavab, tərpəniş görmədim. Vaz keçirəm. Bunlar boş şeydir. Axı bu nə zaman olacaq? Ruhdan düşürlər və bağlayırlar o kitabı. Bu işləmir ya da mənə təsir elə. Elə bir şey ola bilər. Mənə təsir eləmir, bəlkə başqasına təsir eləyəcək. Vaz keçirlər. Bunun bir zamanı varmı? Yoxsa insan düzgün dua eləmir, qəbul olmur. Dualar bəzən niyə gecikir və bəzən niyə qəbul olunmur? İlahi planlama deyilən bir şey var. Mən o vaxtı yoldaşımla hələ evlənməmişdik. Biz sadəcə nişanlılıq dövrü idi və o ev almalı idi. Mən onun ev alması çox çətinliklə alınırdı o ev. Onun ev alması üçün düz il yarım hər gün dua elədim. İl yarım və bir gün belə dayanmadım. Deməli, sonra aldı ev və biz evləndik. Şükürlər olsun ki, hər şey yaxşıdır. İl yarım nəyə görə çəkdi? Çünki mən aşağı frekansdaydım. Mənim hələ o evə çatmağım üçün o il yarımı mən duaya həsr eləməli idim.
Lazım olarsa siz həyatınızın 5 ilin, 10 ilin duaya həsr eləyəcəksiniz və o şey olacaq. Yəni bilməliyik ki, səbəb özümüzdədir. Bilirsiniz necədir? Burada ilahi planlama var. Vaxtı çatmalıdır. O vaxtı çatmalıdır. Amma bir yaxşı xəbərim də var ki, insanın frekansı qalxandan sonra o il yarıma etdiyin duanı artıq 2 günə eləyirsən. Bax, o pilləyə çatmaq üçün sən o il yarımdan keçməlisən. Bir il oxudum duanı, çox adamlar, mən də eşitmişəm elə bir şeylər. Niyə pəs eləyirsən? Niyə dayanırsan? Elə dua varmı ki, o qəbul olunmasın? Mütləq şəkildə ki, o hardasa qəbul olunur. Nələrdənsə səni qoruyur, səni yaxınları. Sadəcə sən onu görmürsənsə, bilmirsənsə, o demək deyil ki, o yoxdur. Sənin diqqətin orada deyil, sənin frekansın hələ orada deyil. Deməli ki, sən əgər bir gün, 2 günə Allahdan istədiyi əldə eləmək üçün bayaq da dediyim kimi təkrarçılıq kimi çıxmasın. Sən lazım olarsa 2 il, 3 ildə dayanmadan dua eləməlisən. Əgər sən onu eləməsən, sən bu 2 gündən arzularını həyata keçirmək səviyyəsinə, belə deyim, frekansına çata Burada bilməyəcəksən. həm də sən bir bəndə olaraq Allaha sədaqətini göstərməlisən, Əlbəttə yoxsa ki, bəli. Bəs hər şeydən biz tez vaz keçiriksə, onda niyə yaşayırıq? Yəni biz niyə tez vaz keçirik hər şeydən? Niyə tez əlimizi üzürük? arzumuzdan da vaz Niyə keçirik? arzularımızdan vaz keçirik? Niyə Allahdan vaz keçirik? Niyə ona ibadət etməkdən biz vaz keçməliyik? Nəyə görə mən 1 il elədim, olmadı, mən vaz keçdim? Niyə? Bax, öz-özə bu sualı verin. Mənə lazım olarsa, nə gözəl ki, Allah mənə o dili verib, o duanı oxumaq gücü verib və mən il İstəyi yarım verib, ona dua eləmişəm. Nə gözəl. Bu cür düşünün. Yəni bunu itirilmiş bir vaxt kimi hesab eləmir də Qətiyyən. əsas. Mütləq ki, hardasa o öz işini görür. Mütləq O şey. dua hətta qəbul olmasa da bəzən bir qəribə, gözəl bir deyimdir, mənim yadımda qalır. Deyir ki, mənim üzümə açdığın qapılara görə də, açmadığın qapılara görə də Bəli. şükürlər olsun Bəli. Allahım. Mənə verdiyin, vermədiyin nemətlərinə görə Bəli. də şükürlər olsun Bəli. sənə Allahım. Yəni biz özümüzü bu dərəcədə tərbiyələndirməliyik ki, inkara getməyək və razılaşıq həyatımızdan, ömrümüzdən. Bu məqamda bir hədis ya hekayə xatırlayıram. İcazə versəz Kəmalə xanım danışardı. Sizlə bölüşərdim. Sizlə bu podkastları suallar bəzən kənara qalır. Dərdləşirəm, bölüşürəm. Çox sağ olun. Yaxşı eləyirsiz. Belə bir hekayədir ki, bir cavan oğlan yolla gedir. Görür ki, yol kənarında bir qoca kişidir. Köhnə nimdaş geyimdə uzanıb yol kənarında və deyir ki, şükür ay Allah, şükür ay Allah, şükür ay Allah, şükür ay Allah. Belə deyir, dua eləyir. Cavana qəribə gəlir ki, bu kişi niyə belə şükür edir? Yaxınlaşır, deyir, qoca, xeyir ola, incimə bir sual verim. Sən nəyə şükür eləyirsən belə? Deyir, axı necə şükür eləyim? Deyir, sən hansı gün və şükür eləyirsən belə? Deyir, oğul, mən şükür eləyirəm ki, Allah məni belə pis xəstəliklərə düçar eləməyib. Oğlan təəccüblənir, deyir, necə yəni? Bundan da pis xəstəlik, bütün bədənin yara-xora içindədir, geyimin belə köhnə nimdaş. Bundan da pis xəstəlik ola bilər. Qoca gözəl, müdrik bir cavab verir, deyir ki, mən şükür eləyirəm ki, Allah məni imansızlıq xəstəliyinə düçar eləməyib. Bax, o sağalmaz xəstəlikdir. Bunlar hamısı keçib gedər. Bu yaralar sağalar, bu geyim də bir gün düzələr, hər şey yoluna düşər, amma çox şükürlər olsun ki, Allah bizi o Bəli. xəstəlikdən qoruyub. Çox gözəl bir misal gətirdiniz. Yəni həqiqətən də insanlara sadəcə ötürmək istədiyimiz budur ki, hər şey Allahın əlindədir. Bir tək ondan istəyin, bir tək ona ümid eləyin və bütün problemlərinizin çarəsi də ondadır. Çox sağ olun Kəmalə xanım. Ürəyinizə sağlıq deyirəm. Bu mövzularda mənim ruhum dincəlir, ruhum şəfalanır. Sizə öz adımdan və izləyicilər adından da minnətdarlığımı bildirirəm. Və növbəti görüşlərdə inşallah görüşmək ümidi ilə çox sağ olun. Çox sağ sevgilə olun. qalın. Mən təşəkkür edirəm. Var olun. Çox sağ olun ki, dəvət elədiniz. Sağ olun. Sağ olun.